Hər birinizi salamlayıram dostlar, kanalımıza və videomuza xoş gəlmişsiniz. Yenə həmişə kimi eyni giriş eləyirik. Nə bilim, hələ ki beynimə güncəlləmə gəlməyib ki, təzə giriş formaları falan öyrənim. Nəysə də eyni davam eləsə yaxşıdır məncə. Yadda qalan giriş olsun da. Nəysə. Deməli, bu gün nə edirik? Bu gün yadımdan çıxdı valla. TikTok videoları izləyirik. 2020 sırf Azərbaycanlıların yəni 2020'nin TikTok'una bax. Bak biz salağa salak deriz. Salak mısınız oğlum siz? 2020-ci ildə TikTok çəkən TikTokerlərə baxacağıq. Yəni bir videodur, tapdım. Çox bərbad bir videodur. Biri nə bilim tullanır, biri düşür aşağı, çəkdə cringe videolardır. Yəni 2020-də TikTok çox bərbad olub, indi də eyni vəziyyətdədir. Videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Bu arada saçımı da yumuşam. Son videoma baxsaz, hardasa bir ildən çoxdur ki saçımı yumuram. Deməyim o deyildi əslində, amma ki deməyim odur ki like atıb abunə olun. Nə bilim valla biri tullanır, biri düşür, nə bilim dünən baxıb nə qədər gülmüşəm ha. Düzdür, bir hissəsinə baxmışam. Maraqlıdır da. İndi sizinlə birlikdə baxacağım, reaksiya verəcəm. Aha, qaqaş çiyin atdı, böyle sığdı divara. Ay, qaqa helikopter zat deyə hala. Qaqaşın məqsədi başqa şeydir, salto vurmaq istəyir. Görüb ki alınmır deyə bir də belə bir video çəkim, həm video da alındırım, həm də video alınsın, həm də ki mən salto vurum. Ne diyor? Nəysə aləm qarışdı bir-birinə. Yəni qaqaşın məqsədi burada salto vurmaqdır oxşub. O təsəvvürün bel üstü yıxıldı deyirə. Nəysə, qəşəng videodur, pis deyil. Ha dondurdu. iPhone getdi. Qaqaşın cibindəki pullar falan getdi. 50'lik getdi deyəsən. O telefon da getdi. Bu kreativ düşüncəli bir oğruddur da yəni. Dondurub falan eləyir, seyirbaz da oxşub. Temadır ya həqiqətən TikTok-a. Qaqaş nə sağızlıq görür. Ay ya, əsl film izlədik də biz burada. Eşref Tekin kinosu da elə bir. Xəyanət elədik güya qaqaşa. Yanında gəzdirmə qaqaş onu, sən elə dost olmur. Partlayış oldu 2020-də. Aha, Çeçenkalı qaqaş nə edir? Qız qaqaşın elədiklərini təkrar elədi, bərbad elədi də yəni. Mən bilən qaqaşa yumruqlar dəymədi, qaqaş uzanıb yerə tutub qulağını belə. Telefonumun kablosuna çox fikir verməyin. Əsas telefonun özüdür, o da pox kimidir. Aha. 50 manat Alpen Goldlar getdi, qaqaş, şokoladlar getdi. Kaşalok falan da getdi. İtə baxın bir dənə, it deyir ki, görəsən bunlar nə etmək istəyir. Mən də qoşulum onlara. O benim. Qaş bu videonu həqiqətən Azərbaycanlılar çəkib, yoxsa nə bilim Azərbaycanlılar çəkənə oxşamır heç bunlar. Heç bir yəni Azərbaycanlı çəkməz axı belə video niyə çəksin? Əslində Azərbaycanlı çəkib. TikTok adı falan yazılıb da, amma nəysə. Örtbasız eləyirəm ki, bilməsinlər ki, bizim videolarda bəlkə başqası baxır bu videoya. Başqa ölkədən biri. Yəni indi yoxdur belə şeylər qaqaş. 2020-də olub, keçib gedib. Yeter lan yeter! Aha, rəqs eləyir bunlar deyəsən, yoxsa? Nəysə. Çox mənalı bir videodur. Bəlkə də bunların mənası dərindir, mən anlamıram, nə bilim. Aha, şapalaq tutdu bir dənə. Qaqaş güya kör hərəkət elədi. Qaqaş yenə ki güvəndi. Qız şokda deyir ki, bu nə elədi belə? Bak biz salağa salak deriz. Salak mısınız oğlum siz? Əliyev Elimir paylaşmışdı videonu. Azərbaycanlıdır qaqaş. Uğurlar. Bunlar yəni köhnə videolardır. Köhnədən biraz cringe kimi gəlir. Başa düşdünüz, mən buna reaksiya vermək məcburiyyətindəyim. Bu qaqaşın sumkasından var məndə. Kollecə geyinirəm. Qaqaş səbəti hardan gətirib park içinə? Arabanı da yəni səbət deyəndə araba. Tövbe estağfurullah. Kızım sen ne yaptın? Ekmeğe mi bastın? Lazikdir, bunu tanıyıram yəni. İndi çox möhtəşəm bir videolar çəkir.
yumor videoları çəkirdi. Yəni əvvəllər belə videolar nə bilim necə trend olub da məşhur olub. Qaqaş qızın kurtkasını niyə götürüb çıxdı aradan ki, anlamadım. Bu nənə video çəkirlər. Bu nənə yəni çox dəhşət bir nənədir də. Parçalaya bilər hər an. Zarafat edirəm, Allah can sağlığı versin. Mənim videolarım olsa zarafatlarımız. Mahnı vaxtları var idi. Tikayavitsa. Nəysə də çox ağrını çıxarmayasın. Səsim falan yoxdur onsuz da. Ay qızı niyə döyürsən? Qızın nə günahı var idi? Qız nədir ki anlamadım. Necə oldu ya bu? Ay mən heç başa düşmədim. Necə oldu bu? Qaqaş birdən-birə işınlandı orada, sehirbaz bu nədir yoxsa bu qaqaşın kefi niyə pozuldu bir yerdəkini? Hə, nəysə. Onsuz da anlamıram mən. Nə bilim, baxaq. Qaqaş dondurdu, aha. Bunlar sehirbazlar, necə dondururlar belə rahat. Baxın, indi mən də bir də videonu donduracağam. Kreativ donduracağam videonu. Don. Helal lan sana helal! Aferin lan! Neyse. Evet, çox kədərli bir videodur. Yadıma salarsınız, sonra ağlayaram. Zaten ağlamağım gəldi. Aha, kör yaraşı döymək istəyirdi. Ay, qaqaş kör deyilmiş. Kör sözünü də deyə bilmirəm. Qaqaş kör nədir la? Qaqaş kör deyilmiş. O indi bildim mən. Necə fırlatdı ya. Ay qaqa. Bu qaqaşı niyə yıxdı ki? Hə, qaqaş qıza baxırdı deyə yıxdı. Niyə görə baxırsan başqa qıza? Yıxılıb əli qolu sınacaqdı. Bəlkə də sınıb. Ha, intiqamı aldı. Baxa. Ay da bayırdan maşın keçməyə vaxt tapdı. Videonun pəncərənin qabağında çəkirəm deyə. Dəxli şişələr çoxdur ya, bassam video ortada getsin. Dondurdu. Qaqaş şok oldu ki, bu öpücüklər hardan gəldi birdən-birə belə. Çox mənalı bir videodur. Mənasını ChatGPT-dən soruşacağam. Keşfete düşmüyor. Eğer sen de oranı buranı gösterip çekip atarsan videoların keşfete düşer beğeni gelir. Anlamadım. Keşfete düşmək üçün mənə lüt olmaq lazımdır. Yoxsa başqa şeylər. Mən bu videodan belə ibrət aldım da. Keşfete düşmək üçün lüt olmaq lazımdır. Mən ağlımdan gizli şeylər keçir. Onsuz da keşfətdəyəm. Heç nəyə ehtiyac yoxdur məncə. Hindistan filmi. Zita və Gita. Baxmışam buna. Baxmışam. Bu telefon baş beynimə aparır mənim. Videonu saxlayıb reaksiya verirəm. Dayanmır da, basılmır ekran. Basılmır qaqaş ekran. Ay, ekran basılmır qaqaş. Telefon mənimlə müharibə edir. Nəysə, vermirəm mən bu videoya reaksiya falan. Baş beynim getdi. Biraz gözləyim, telefon özündə gəlsin, sonra reaksiya verirəm buna. Niyə görə donur ki bu? Koddan açılmır indi. Ay qaqa, telefon koddan açılmır. Açıldı. Gözlə biraz dala verəcəm bunu. Çox həddindən artıq çox qarşı getdi. Ha? Ay, yenə bu açki teması. Qaqaş kör ola salton necə vurdu ala.
Məncə ona yaxınlaşma qardaş. O idmansıdır. Gördün salto vurdu. Qardaşın deyəsən şərfi yox idi. Şərfi fırlatmaq istəyirdi. Gördü ki, alınmadı. Ayaqqabının ipini bağlayır qız. Çiyin atdı. Oy. Oğlan çiyin atdı. Qaqaş dayandı. Qız çiyin atdı. Qaqaş getdi özündən. İndi söz demirəm etsin yəni. İndi normal TikTokerlər falan var. Onsuz da TikTok çox da elə yaxşı proqram deyil. Düzdür, bəzi reklam falan edənlər var da, geyim reklam falan demirəm də, bəzən faydalı şeylər reklam edənlər var. Maraqlı məlumatlar verənlər var. Maraqlı məlumat. Həm də optionda bu TikTok 2020-də falan proqram olmayıb qətiyyən. Bu TikToka proqram adı demək olmaz. Elə proqram olur. O videolar gördünüz bir dənə, nə qəşəng videolardır, çox mənalı videolardır da qardaş. Nəsə də bayaq dediyim kimi bu videoları mənalarını yazacağam bir vərəqə, atacağam ChatGPT-yə falan. Görün bunların mənası nədir? Həqiqətən deyirəm də, yəni mənasını anlamadım da heç. Kameramızda zibil kimidir kameramız. Elə deyirəm ki, elə bir telefon da var. 200 manatlıq. Nəysə. Videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Sona qədər baxanlar varsa bir dənə üstə gəl plus işarəsi atın komment. Oxuyacağam, yəni ürək verəcəm. Ürək verəcəm deyəndə ki, ürək atacağam. Ürək verəcəm. Bəlkə sizə siz həqiqətən də ürək veriləsi adamsınız. Çünki dəstək olursunuz mənə, like atırsınız, yorum yazırsınız. Hər birinizə təşəkkür edirəm də. Yəni buraya qədər də bax, ümumiyyətlə video giriş edənlər, hər birinizə təşəkkür edirəm. Heç bilmirəm nə danışıram, dəxlisiz şeylər çox danışıram. Bundan sonra bomba bir videola gələcək. Artıq 15 dəqiqədir ki mən video çəkirəm. Nəysə. Sağ olun, sevilirsiniz.